Amerikada ağır cinayətlər törətmiş qatil həbsxanadan qaçır. Düz 10 gün ərzində o polislərlə qaç-tutdu oyunu oynayır. Polislər məhbusun necə qaçdığını öyrənəndə heyrətə gəlirlər. Sən demə Dustağı qaçıran həbsxana nəzarətçisi imiş. Bəs nəzarətçini bu addımı atmağa nə vadar etmişdi? Bütün Amerikanı şoka salan hadisə sizi də heyrətləndirəcək. Dustağın qaçırılma səbəbini öyrənəndə şoka düşəcəksiniz. Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. 56 yaşlı Vicky White Alabama ştatının Florence şəhərində yaşayırdı. O, polis departamentində patrul zabiti vəzifəsində çalışırdı. 2002-ci ildə Vicky Tommy adlı şəxslə ailə qurur. 2006-cı ildə isə onlar boşanırlar. Səbəb Tommy'nin spirtli içki aludəçisi olması idi. Elə həmin ildə Vicky həbsxananın mühafizə xidmətinə işə düzəlir. Kollegaları onu işini vicdanla görən, peşəkar və nümunəvi işçi kimi tanıyırdılar. Məhz bu keyfiyyətlərinə görə Vicky növbəti illər ərzində özünə gözəl karyera qurur və həbsxananın direktor müavini vəzifəsinə qədər yüksəlir. Son 8 il ərzində o düz 5 dəfə ilin ən yaxşı işçisi adına layiq görülmüşdü. 2022-ci il 29 aprel. Səhər saat 9:30-da Vicky White patrul maşınında həbsxana qarajına daxil olur. "30 saniyədən sonra o geri qayıdır. Bu dəfə Vicky tək deyildi. Onun ardınca məhbuslardan biri qapıdan çıxır. Bu Casey White idi. Vicky və Casey qohum deyildilər. Sadəcə eyni soyadı daşıyırdılar. Onlar patrul maşınına əyləşirlər. 38 yaşlı Casey White adam öldürdüyünə görə həbs olunmuşdu. Onun məhkəməsi 2022-ci ilin iyul ayında başlamalı idi. Məhkəmədən əvvəl psixiatr onun cinayəti törədərkən anlaqlı olub-olmadığını yoxlamalı idi. Anlaqlı olduğu təqdirdə Casey'yə ömürlük həbs cəzası veriləcəkdi. Həmin gün Vicky həbsxana rəisinə Casey'ni psixiatrın yanına aparacağını bildirir. O həm də qeyd edir ki, özünü yaxşı hiss eləmir, həkimə gedəcəyini və bu səbəbdən işə biraz gec qayıdacağını deyir. Vicky və Casey patrul maşınında həbsxana binasını tərk edirlər. Saatlar keçir, amma Vicky'dən heç bir xəbər yox idi. Yalnız 6 saat keçdikdən sonra polislər narahat olmağa, Vicky'ni axtarmağa başlayırlar. Vicky'nin radio telefonu, eləcə də cib telefonu söndürülmüşdü. Məlum olur ki, Vicky Casey'ni ekspertizaya aparmayıb, özü isə səhhəti ilə bağlı həkimə müraciət etməyib. Polislər ilk növbədə Casey'nin Vicky'ni girov götürdüyünü düşünürlər. Ola bilsin Casey necəsə qolundakı qandalları açmağa nail olmuş, Vicky'yə hücum edərək onu tərki silah etmişdi. Amma aparılan araşdırmalar bunun belə olmadığını üzə çıxarır. Qaydalara görə Vicky məhbusu xəstəxanaya aparan zaman onu ən azı 2 nəzarətçi müşayiət etməli idi. Polislər müəyyən edirlər ki, yoxa çıxdığı gün Vicky nəzarətçilərə müəyyən işlər tapşıraraq onları həbsxanadan uzaqlaşdırıbmış. Hadisədən 3 gün əvvəl isə o Casey'ni həkimə aparmaq adı ilə həbsxanadan çıxarmış, 40 dəqiqədən sonra onu geri gətirmiş, beləliklə də qaçış planını məşq etmişdi. O da məlum olur ki, 2 həftə əvvəl Vicky bank hesabında olan bütün pullarını çıxarıb. Geyim dükanından isə Casey üçün kişi paltarları, eləcə də özü üçün bir neçə ədəd tünd rəngli parik alıb. Çox güman ki, Vicky onu tanımasınlar deyə həmin pariklərdən birini taxmışdı. Bundan başqa o bir neçə ədəd tüfəng və tapanca da almışdı. İş yoldaşları şok içində idilər. Onlar Vicky kimi nümunəvi işçinin öz xoşuna Casey'ni qaçırdığına inana bilmirdilər. Məhbusu qaçırmaqla o öz reputasiyasına ciddi zərbə vurmuş olacaq, üstəlik həbs olunacaqdı. Bəs o zaman Vicky'ni bu cür riskli addım atmağa məcbur edən nə idi? Aparılan araşdırmalar şok faktları üzə çıxarır. Sən demə son 2 il ərzində Vicky və Casey arasında gizli sevgi münasibəti var imiş. Polislər həbsxanada yatan digər məhbusları dindirirlər. Məlum olur ki, Vicky Casey'yə digər məhbuslardan fərqli münasibət göstərərmiş. Casey'yə daha artıq yemək verər, təmiz havada və duşda daha çox qalmasına şərait yaradarmış. Həbsdən qaçış xəbəri tezliklə bütün televiziya kanallarını zəbt edir. Vicky və Casey'nin fotoları xəbər proqramlarında nümayiş olunur. Onların yerini deyən şəxsə isə $10.000 pul mükafatı vəd olunur.
Bir neçə gündən sonra bu məbləğ 25 min dollara qədər qaldırılır. Belə olan halda qaçaqlar üçün gizlənmək elə də asan olmayacaqdı. Amma buna baxmayaraq, Vicky və Casey şəhəri tərk etməyə nail olurlar. Vicky'nin patrol maşınını ticarət mərkəzinin dayanacağında tapırlar. Məlum olur ki, 5 həftə əvvəl Vicky öz evini dəyərindən 2 dəfə ucuz qiymətə satıb və qırmızı rəngli Ford Edge markalı avtomobil alıb. Çox güman ki, cütlük məhz həmin maşında qaçmışdı. Hadisədən 3 gün sonra polislər Vicky'nin qırmızı rəngli Fordunu tapırlar. Maşın həbsxananın yerləşdiyi yerdən 2 saatlıq məsafədə aşkar olunur. Avtomobil xarab olmuşdu. Bu səbəbdən Vicky və Casey onu qoyub qaçmağa məcbur olmuşdular. 2022-ci il 4 may, Indiana ştatı, Evansville şəhəri. Avtoyuma məntəqələrindən birinin sahibi səhər saatlarında polisə zəng edir. O bildirir ki, kimsə göy rəngli pikapını onun obyektində qoyub gedib. Polislər avtoyuma məntəqəsinə gəlirlər. Onlar orada quraşdırılmış kameranın qeydə aldığı görüntülərə baxırlar və maşının sahibini tanıyırlar. Bu Casey White idi, amma kadrlarda Vicky görünmürdü. Bu da polislərə belə bir versiya irəli sürməyə əsas verir. Bəlkə də Vicky artıq sağ deyildi. Ola bilsin Casey Vicky'ni öldürmüş, onun pullarını isə ələ keçirmişdi. Kamera Casey'nin Cadillac markalı avtomobilə əyləşərək oradan uzaqlaşdığını qeydə almışdı. Polislər həmin maşını axtarmağa başlayırlar. 5 gün sonra mayın 9-da həmin avtomobilin Evansville şəhərinin otellərindən birinin yanında olduğu məlum olur. Polislər həmin otelə gəlirlər. Birdən otelin nömrələrindən birinin qapısı açılır və başına tünd rəngli parik taxmış Vicky Casey ilə birlikdə çölə çıxır və maşına doğru addımlayır. Onlar polisləri görcək cəld avtomobilə əyləşib sürətlə oradan uzaqlaşırlar. Polislər onları təqib etməyə başlayırlar. Həmin an 911 xidmətinə telefon zəngi daxil olur. Bu Vicky idi. O operatora cavab vermək əvəzinə Casey ilə danışırdı. Vicky Casey'yə yalvarırdı ki, avtomobili saxlasın, yoxsa polislərin atəş açacağını deyirdi. Biraz sonra Vicky hava yastığının açıldığını qışqırır və Casey'yə maşından çıxıb qaçmaq lazım olduğunu bildirir. Daha sonra səs-küy eşidilir və əlaqə kəsilir. Polis maşınlarından biri qaçaqların avtomobilinə dəyərək onu yolun kənarına aşırmışdı. Polislər Casey'ni maşından çıxarırlar. O heç bir travma almamışdı. Vicky isə ölmüşdü. Ölüm səbəbi avtomobil qəzası deyildi. Vicky əlindəki silahla başından atəş açmışdı. Onun hansı səbəbdən 911-ə zəng etməsi məlum deyildi. Onların avtomobilinin içindən çoxlu sayda silah, eləcə də 29 min dollar tapılır. Bu Vicky'nin evinin satışından qalan pullar idi. Mayın 14-də Vicky dəfn olunur. Dəfn mərasiminə 200-dən çox insan gəlmişdi. Həbsdən qaçdığına görə Casey heç nə itirmirdi. O onsuz da ömürlük həbs cəzasına məhkum ediləcəkdi. Vicky isə hər şeyini, azadlığını, karyerasını, cəmiyyətdəki hörmətini itirəcəkdi. O bütün bunları bir sevgiyə qurban verir.